Vektor qrafikasının çatışmayan cəhəti hesab olunur. Vektor qrafikasının çatışmayan cəhəti odur ki, görüntüdə, xüsusilə rənglərdə reallığı əks etdirmək daha çətin olur. Bu, çatışmayan cəhətidir. Təsvirin miqyasının böyüdülməsi zamanı keyfiyyətin azalması. Bu, raster qrafikasının çatışmayan cəhətidir. Qrafik faylın həcminin böyük olmaması. Bu, vektor qrafikasının üstün cəhəti hesab olunur. Və raster formatına keçməyin mümkün olmaması yox, raster formatına keçməyin mümkün olması. Bu, vektor qrafikasının üstün cəhəti hesab olunur. Bizdən vektor qrafikasının çatışmayan cəhətini soruşur. Cavab budur. Görüntüdə, xüsusilə rənglərdə reallığı əks etdirməyin çətinliyi.